Çox dalaşdıq. Qardaş dedi, mən dedim, qardaş dedi, mən dedim. Axırda sağ olsunlar, artıq görsəl hissəyə tərəf keçmişik. Və burada da qeyd olunub ki, çat var, burada arqon işi gedəcək. İlk baxışdan çox xoşuma gəldi. Yəni, bütün fikir versəz bu kantını falan da veriblər. Disklər rənglənir. Salam aleykum. Bu axırıncı diskimizdir. Fikir versəz matovkalanıb hazırdır. İndi çox qəşəng görünür də, yəni. Hoppa. Qəşəng. Yəni sönülü vəziyyətdə belə qəşəng görünür. Bu gözəlliyi göstərim. Mayus da sağ olsun, tam istədiyimiz kimi ideal formada hazırladı, verdi bizə. Bu videonun ardı olaraq indi disklərdə təkərə taxacağıq və son versiyanda sizə göstərmiş olacağım. Loqomuz da yerində. Bu disk işi elə bir şeydir ki, təkərin üstündə olmasa tuta bilmirsən tam rəngi. Disklərimizin 4-ü də burada, təkərlər üstündə. Əminəm ki, razı qalacaqsınız, çünki mən çox xoşbəxtəm bu dəqiqə. Tamam başqa bir yerə gəlmişəm. Mayus da sağ olsun yönləndirdi bizi Cavanşir Ustan yanına. Çünki stop teması bundadır və hal-hazırda sizə göstərəcəyimdən elə bir nəticəyə gəldim ki, stopun atası elə Cavanşirdir. Niyə? Gəlin sizə də göstərim. Baxın millət, belə bir yerdir. Ustamız burada. Salam aleykum. Usta dedi ki, bu sənin stopundur. Mən inanmadım açığı. Və heç belə desəm real gəlmədi. Usta bir dənə özün sənə zəhmət izah elə. Harada nəyi var idi? Biz görək. Bunun ortadan çat var idi. Buralarda çat var idi. Ay sağ ol. Burada çat var idi. Burada çat var idi. Maksimum dərəcədə itib çatlar. Maksimum yox. Sən poliqraf olunub, üstünə də PPF qoruyucu vurulacaq. İnşallah. İdeal. Yəni sənə deyim ki, çatı mən görürəm, kamera görmür də, yəni o dərəcədə idealdır. Allah canı sağ eləsin. Öpürəm səni. Çox sağ ol Cavanşir. Millət, daha yeni bir gün Prime Tuning'dəyik. Maşını sizə göstərəcəm, amma hal-hazırda kapotumuz gəlib. Kapotu götürə ilə sizə də göstərim vəziyyətini. Qəşəng büküblər. Deməli millət, kapot gəldi, çıxdı Prime Tuning'ə. Təmirə vermişdik, amma tam da gördüyünüz kimi burada iş bitməyib. Bu o deməkdir ki, Prime Tuning özü də burada olan karbon ustası ilə bəzi əməliyyatlar davam edəcək. Çünki indi kameranı nə dərəcədə göstərə bilirəm, bilmirəm, amma burada əyriliklər var və belə desəm, iş tam olaraq səliqə ilə bitməyib də, yəni belə desəm, fikir versəz. Yəni, görüntüdən nə dərəcədə göstərə bilirəm, çalışıram göstərim. Burada işlər həll olunacaq. İndi ustanı gözləyirik, karbon işinə baxın, o da gəlsin, baxsın. Yəni, ümumi vəziyyət bu formada. Maşın da yanımızdadır. İndi maşını da sizə göstərim, son vəziyyət nə yerdədir. Yenə qabaq hissəmiz yoxdur, kapotu artıq gördünüz. Ön hissədən savayı arxada qalan işlər görülüb. Bildiyiniz kimi, baxın, bu tərəf qalmışdı. Bu tərəfi də dəmirçi həll elədi. Burada işlər var idi. Çünki buradan dəymişdi deyə, ona görə burada yüngül qat yaranmışdı. O qatı aradan qaldırdılar. Bunu çəkib öz yerinə qaytardılar. Fikir versəz, yəni, qəşəng, qəşəng, qəşəng. Vəziyyət belə. Digər tərəfə də baxası olsaq, düzdür, buranı göstərmişdim. Bu hissə də artıq tamamlanıb. Artıq kapot da gəldiyinə görə biz ilk növbədə maşının bütün detallarını rəngləmədən hamısını üstünə bağlayacağıq. Farasını, stopunu, kapotunu, krilo, bamper hamısını. Bütün zazorlar baxılacaq, harada nə lazımda olunacaq. Ok olandan sonra sökülür, maşın gedir malyar işinə və bütün detallarla birlikdə o proseduru da sizə zaten çəkib göstərəcəm. Salam millət, Prime Tuning'dəyik. Arxada M4 CS-imiz dayanıb və üstündə bərk iş gedir və hal-hazırda sizə avtomobilimizi göstərəcəyik, maşının üstündə görülən işləri və planlamanı da sizə izah edəcəm. Ön sağ tərəf krilomuzu gördüyünüz kimi ətəyini remont edirlər. Alüminium olduğuna görə argon svarkadan istifadə olunur və biləsiniz ki, çətindir. Çünki daha nazik materialdır, işləmək daha çətindir. Usta, Allah qüvvət versin. Sağ olun. Bizim maşınımızda vəziyyəti soruşsanız, arxa tərəfə baxanda stop bumper qoyulub deyə biraz nəyəsə oxşuyur. Belə desəm. Amma yenə də üstündə xırda-xırda da olsa işlər gedəcək. Bura fikir versəz ki, gəlib.
stopumuz yerində. Burada da işlər gedir. Ön tərəfə gəldikdə isə burada artıq bizim krılonun bağlantı nöqtəsi öz zaklyopkasından qopmuşdu. Onu bərpa eləyiblər və burada fikir versəz bu yox idi. Bu yox idi. Bunlar da bizim köhnə krılomuzun üstündən çıxanlardı, belə desəm. Bunlar da yerinə bərpa eləyiblər. İndi iş gedir. Millət, Prime Tuning'də növbəti gündəyik. Üz ifadəmdən görürsünüz ki, biraz gülürəm. Çünki artıq M4 CS-imiz sözün əsl mənasında nəyəsə oxşamağa başlayıb. Gəlin sizə də göstərim. Deməli belə, arxa hissəni bilirsiniz. Arxa hissədə hələ ki işlər davam edir, amma krılomuz təmir olunub. Son tamamlama işləri təbii ki gedəcək. Amma artıq avtomobilimizin üzünü biz yenidən görə bilirik. Təzə aldığımız krılonu bağlamışıq üstünə. Faralarımız ideal vəziyyətdə. Sadəcə padqonda baxın, Nicat usta işə həll eləyib, sadəcə maşının üstünə qoyanda artıq buradakı zazoru biz görə bilirik. Artıq buradakı, yəni Prime Tuning'də olan plasma ustaları bu hissəni də həll eləyəcəklər. Bığı gözləyirik, ablisovkanı almışıq. Bugün sabah artıq çatmalıdır, o da bizə lazımdır ki, onu da taxaq görək ki, tam yerinə hər şey uyğun gəlir, yoxsa yox. Amma ümumi görünüşdə fikir versəniz, avtomobilimizin ön hissəsi hazırdır deyə bilərəm. İndi inşallah bütün bu padqon olayları bitdikdən sonra yenidən söküləcək və avtomobil gedəcək rəngsaz işinə. Kapotu da göstərim. Kapotun üstündə Prime Tuning'in ustaları, karbon ustası. Yəni çünki karbon işi tamamilə ayrı bir kateqoriyadır. Karbon ustamız Fərid sağ olsun, fikir versəz. Bu hissələri düzəltmişdik, amma tamamlaya bilməmişdik. Fərid də üstündən keçdi. Buranı biraz hündürləşdirdi ki, eyniləşdirə bilək. Bu hissəni təzdən sizə göstərmiş olum. Yəni hal vəziyyət bu formada. Xoşbəxtəm. Yəni bu görüntünü görürsünüzsə demək olar ki az qalıb. Az qalıb artıq deyə bilərik. Hal-hazırda Bakıdayam və Bakıya babat qar yağır. Yəni M4 hazır olana kimi qar da yağdı. İndi M4'ü göstərəcəm sizə. Amma ondan əvvəl 06 var burada. Qış, qar fərqi yoxdur. Allah. Millət gəldik, keçdik içəri, Prime Tuning'dəyik. Burada bir iki dənə maşınlar var, onlar da sizə yüngül vari ötəri göstərəcəm və keçirik əsas məsələ M4 CS-in yanına. İrəliləyiş var, yaxşı özdə irəliləyiş var. Maşının yanında izah edəcəm hamısını. Bugün bazar gündür, millət, ona görə sakitçilikdir, heç kim yoxdur, bir iki usta var. Mən gəldim onun maşına baxmağa. Burada qəşəng bir dənə Zaz var, 968, çox qəşəng vəziyyətdədir, yəni. Çox dərindən göstərmirəm. Burada da çox maraqlı bir proyekt var. Bunu öncədən Fətəliyev qarajdaydı, Elvinin yanındaydı, orada görmüşdüm. BMW Moskvich proyekti qarışıq bir şey eləyidilər, amma məsələmiz o deyil. Bu da deyil, gedək maşının yanına. Və bizim BMW M4 CS buradadır. İlk baxışdan, abi neçə vaxtı bu bitdədir deyə bilərsə, amma iş gedir üstündə. Dəmirçi işimiz tam bitdi. Bütün detallar üstünə qoyuldu. Məncə artıq siz bunları görmüsünüz. İndi rəngsaz hissəsindədir. Yəni bildiyimiz malyar hissəsindədir. Malyar da hal-hazırda bütün şpaklyovka falan artıq çəkilib. Bu krılomuzu görə bilirsiniz. Bu formada. Digər tərəfə baxası olsaq, biraz yer dardı burada. Baxın, bu krıloda bu vəziyyətdə. Daha sonra gələsi olsaq, qapımızda işlər var idi. Gördüyünüz kimi hamısı şpaklyovkalanıb. İçəridə məsələ var idi. Bu da həll olub. Və detalları da istəyirəm sizə göstərim. Gördüyünüz kimi arxa bamperimiz. Demək olar ki, bu işlər bitəndən sonra astar, rəng
və bununla da məsələ həll olur. Daha sonra kapotu göstərmək istəyirəm sizə. Karbon kapotu idi bildiyiniz kimi. Bütün yarımçıq qalan işlər hamısı bərpa olundu, görüldü Prime Tuning'də. Və bu hissələr də artıq şpaklyovkası çəkilib, kraskanı gözləyir. Yəni astar kraskanı belə desəm. Sağ tərəf krılomuzda burada belə bir kəsik var idi. Yadınızdadsa onu da gördüyünüz kimi həll ediblər. Sürtülüb. İç hissəsini də göstərim. Belə. Keçək digər krılomuza. Bunu zaten biz işlənmiş əziyi almışdıq belə desəm. Bunu da gördüyünüz kimi həll ediblər. İdeal vəziyyətə gətiriblər. Daha sonra ön bamperimiz buradadır. Bu Tesla'nda, buna fikir verməyin. Bizim əsas bamperimiz burada. Yəni burada da gördüyünüz kimi bütün işlər getməkdə davam edir. İndi maksimum çalışıram. Bax görürsünüz burada hələ işlər davam edir. Bax belə desəm. Ümumiyyətlə deyəsə olsam, BMW M4 CS proyektində hal-hazırda rəngsaz hissəsini çəkirəmsə, deməli artıq proyektin tamamlanmasına, yəni deyəcəksiniz, qardaş, elə bunu əziyini düzəltdin, sürdün və bu da oldu proyekt. Təbii ki, deyil. Əsas böyük bir hissəni keçirik ki, avtomobilimizi tam ideal vəziyyətə gətirək. Daha sonra artıq irəliləyən aylarda, illərdə mi desəm, avtomobilə xırda-xırda əlavələrimiz təbii ki, olacaq. Yəni bəziləri kommentləri oxuyuram, elə bilirlər ki, maşını yığdıq, elə içində də sürəcək, bu da olacaq proyekt. Təbii ki, elə deyil. Mənə ən azından biraz tanıyırsınızsa, cili yığan adamıq da, yəni indi M4 olsa yığmayacaq mı deyə düşünürsünüz, onu bilmirəm, amma elə deyil. Yəni irəliləyən dönəmlərdə hər şeyi bir-bir, inşallah sağlıq olsun, görəcəksiniz. Hələ ki, burada vəziyyət belədir. İrəliləyən günlərdə yenə gələcəm və qalan prosesi də, yəni indidən belə olan məsələləri də çəkib sizə göstərəcəm. Davam edirik. BMW M4 CS videomuza qaldığımız yerdən davam edirik. Artıq bilmirəm, hal-hazırda izlədiyiniz video neçənci seriyadır, neçənci bölümdür. Amma bircə onu deyə bilərəm ki, bu videonu əsas çəkmə məqsədim çoxdandır gözlədiyim kargolarımız gəlib çıxıb. Yəni belə də göstərəsə olsan bir paket kargomuz var. Və kargo paketlərinin içində nə var? İndi onları bir-bir açıb sizə göstərəcəm. Deməli, bizim burada 3 dənə paketimiz var. Orta, kiçik və böyük. Təklif edirəm, gəlin balacadan başlayaq. Və soruşurlar ki, hər dəfə Fəxri hardan tapırsan bunları? Valla, hamı hardan, mən də oradan. eBay-dən baxa bilərsiniz, digər saytlardan baxa bilərsiniz və bir çox kargo firması var ki, Amerikadan, İngiltərədən, Avropadan sizin üçün belə deyim sifarişlərinizi çatdırır və mən də o kargo şirkətlərindən birindən istifadə edirəm. Nəysə, ən kiçik bağlamamız bu formadadır. Burada nə var? Orijinal BMW qrup mu deyim, BMW-nin özünün mü deyim? Bax, bunu mən çətin göstərəcəm, amma try eləyəcəm. Bu nədir? Bu bizim arxa bamperimizin atrajatelidir. Beləncə vakumlanmış formadadır. Çox oynatmaq, açmaq istəmirəm. Çünki hələ ki taxmayacaq maşının üstünə. Hələ maşın malyardadır. Amma belə göstərəsi olsam, çıxara da bilmirəm. Bu necə vakumlayıblar? Hə. Bizim arxa bamperimizin atrajatelidir. İndi şəkildə yəqin ki görürsünüz siz. Və bilmirəm nə dərəcədə görünür. Gözdə görün. Nəysə, məncə bir şeylər göstərə bildim. Obşun, bu bizim arxa bamperin atrajatelləri cüt olaraq sağ-sol bizdə qırılmışdı. Bizdən əvvəl sahibi qırmışdı, xəbərimiz var qəzada. Nəysə, bunu qoyaq kənara. Daha sonra yadınızdadsa şofer tərəf krılomuz yenə də auksiondan alanda əzi yüzü idi və orada bizim bir detalımız, əsas detallardan biri qırılmışdı. Onu da tapmışıq. Onu da sizə göstərim. Bu da orijinal BMW M4-ün.
Və onu da qeyd edeyim ki, səhv eləmirəmsə, Dorestyle modellərdə deyəsən bu xrom fason rəngdə gəlir. Restyling modellərdə qara piano black rəngdə gəlir. Yəni qara rəngini tapmaq, piano black rəngdə tapmaq çox çətindir. Mən də neçə aydan sonra axır ki tapıb gətirə bildim. Bu sıfır yeni deyil, üstdən çıxmadı, amma gördüyünüz kimi logosu falan hər bir şey ideal vəziyyətdədir. Biz də inşallah maşınımızı yığanda bu detalı da üstünə bağlayacağıq. Və ən əsas məsələ, mənim neçə vaxtı gözlədiyim, heç vaxt öz avtomobilimdə olmayan detal, çünki o da qırılmışdı. Onu istəyirəm sizə göstərim. Biraz böyükdür korobkamız. Yəni görüm. Aha, belə eləsəm daha yaxşı olar deyə düşünürəm. Bizim təbii ki M4 CS-imizin qabaq abilisovkası, nə deyirsiniz, qabaq reşotkası, qabaq radiator barmaqlığı. Gördüyünüz kimi bu da M4 logosu ilə və bu da BU-dur, bu da işlənmişdir. Burada indi nəsə kir falan görə bilərsiniz. Təbii ki bunlar hamısı təmizlənəcək, sonra qoyulacaq. Eyni ilə bu da, gözlüyüm bunun tayını da göstərim. Tayı da buradadır. Belə bir formada. Orijinal M4-dən sökülən qabaq radiator barmaqlığıdır və heç bir qırığı falan yoxdur. Eyni ilə millət, bunun da Dorestyle'larda səhv eləmirəmsə iç hissəsi qara rəngdə olur, amma kənar çərçivəsi xrom rəngdə olur. Amma bizim avtomobilimizdə zavod qara gəldiyi üçün, 2019 olduğu üçün, restyling olduğu üçün biz də əlləşdi vuruşduq ki, sırf eyni detaldan tapaq. Şükür olsun ki, bunu da çətinliklə də olsa tapdıq, çıxartdıq, gəldi, çatdı. İnşallah bu detalları avtomobilimizin, belə deyim, tam işləri bitəndən sonra artıq yığılan zamanı bunları da avtomobilin üzərinə taxacağıq. İndi isə istəyirəm bunları yerbəyir eləyim və sizə aparım avtoservisə, gedək görək vəziyyət nə yerdədir, avtomobilimizin üstündə nə iş gedir. Millət, Prime Tuning'ə gəlmişik, avtomobildəki dəyişiklikləri görürsünüz, amma ilk növbədə bığlarımızı, M4 CS-in abilisovkasını istəyirəm bir dənə oturaq bizim qabaq bamperə. Çünki yadınızdadsa 2 kusoku idi, indi birləşib. Görək düz gəlir, yoxsa yox. Düz gəlir gibi. Keçməyirəm. Bu bir tərəfə də gəlsin. Yəni təzdən malyara getməsin də, nəsə işi varsa indidən eləyək. Salam aleykum. Üzürlüsə qardaş. Okeydir, naş. Dəqiq. Pasta edin, kadrı götürüm. Əla. Abilisovkanı gördünüz, indi keçək avtomobilin olan üstündəki işlərə. Astar artıq vurulub, gördüyünüz kimi, yəni bura kimi gəldi, çıxdı. Maksimum ilə çalışırdıq ki, çox irəliyə getməyək. Yəni, bura bu hissədə. İndi astar sürtüləcək, qalan malyar proseslərdə davam edəcək. Bunu da sizə demiş olaq. Sonra arxa bamperimiz də astarlanıb, gördüyünüz kimi. Yəni, proses tam sürəti ilə davam eləyir. Krılomuz da burada, krılo da astarlanıb. Belə formada. Qabaq bamperi məncə artıq deməyə ehtiyac yoxdur, görürsünüz. Bunun da astar hissəsi artıq olunub. Başqa nəyimiz var? Kapotumuz da buradadır. Yəni, halı vəziyyət bu formada. Bu da digər tərəf krılomuz. Bu da astarlanıb. Düşünürəm ki, çox az qalıb. Artıq yaxın günlərdə biz avtomobilimizi hərəkət halında görə biləcəyik. Özüm də çox həyəcanlıyam açığı. Çünki sonunda, yəni iyul ayından mı deyim, iyun ayından mı deyim, avtomobili auksiondan udandan bəri axır ki, sürəcəyimiz günə addım-addım yaxınlaşırıq. Belə, çox xoşdur, çox pozitiv hisslərdir, belə desəm. Bu tərəfə də qoy, baxaq astar işini. Burada da görə bilirik. Day, hamısını göstərdim, bunu yan keçməyim. Bu tərəfdə gördüyünüz vəziyyətdə. Millət, astar məsələlərini sizə göstərdim, amma bizim bagaj
Yadınızdadsa karbon deyirdik, amma karbon qarışımlı bir materialdandır və onun da ustası ayrıca olur. Hal-hazırda fiber qarışımlı karbon bagajımızda yonma ehtiyac edir ki, daha sonra onu təmir eləyə bilsinlər. Gördüyünüz kimi Zaur ustamız, fiber ustamız belə desəm, artıq bizim bagaj hissəmizi də həll edib. İndi nə bilim, quruntu, astarı falan bunlar vurulandan sonra artıq rəng hissəsinə keçəcəyik. Vəziyyət də hələ ki bu formadadır. Qocalmışam. Çünki hal-hazırda bu videonu mart ayının 9-u çəkirəm. Yanvardan başlayan proyekt, belə desəm, yavaş-yavaş tamamlanmağa doğru gedir və hal-hazırda fonundan məncə artıq bilirsiniz ki, biz QAT studiyadayıq. Çünki karbon işlərini biz burada görürdük. İstəyirsiniz, hazır detalları artıq sizə göstərim. Gördüyünüz kimi lip, spoiler, bir də bumperin kılıqları buradadır. Bir-bir hamısını sizə göstərəcəm. Gördüyünüz kimi yenidən laklandı, hazır bir şəkildə. Yəni bunu artıq biz bumperə istədiyimiz vaxt taxa bilərik. Polirovkası falan hər bir şeydə olunub. Spoilerimiz da öz yerində. Yəni yadınızdadırsa bu hissələrdə laklar atmışdı. Amma artıq o söhbətdən heç bir əsər əlamət qalmayıb. Və əsas məsələ bizim lipimiz var. Ən böyük qusok, belə desəm, hissə lip idi və lipdə də bizim bəzi problemlərimiz var idi. Onu da gördüyünüz kimi bu formada həll ediblər. Düzdür, burada əllinlə, belə deyim, baxanda heç bir şey hiss eləmirsən, amma diqqətlə uzora baxanda məncə rahatlıqla seçilir. Açığı desəm, mənə bunu demişdilər ki, yəni uzaqdan baxanda çox bilinməyəcək, amma yaxından baxanda bilinəcək. Yəni dedikləri kimi də oldu, belə desəm. Amma mən indi düşünürəm, hələ bilmirəm, ola bilsin gələcəyinə hal-hazırda təbii ki yox. Gələcəyinə bu lipin sıfırını, yenisini sifariş verdik və yaxud da ki, bəlkə lipi zbor təzdən karbon eləyərəm ki, bu qusok kimi görünməsin. Amma ilk vaxtlar, ilk günlər bu formada yəqin ki, istifadə eləyəcək avtomobilimizin lipini. Belə. Hə, bir də unutmadan bunu soruşa bilərsiniz ki, Fəxri, QART-da bu nə gəzir? Sağ olsun izləyicilərimdən biri xəbəri olub ki, QART-a gəlib gedirəm, ona görə öz hədiyyəsini də göndərib. Təşəkkür edirəm. Yəni, belə hədiyyələrlə, belə şeylərlə məni çox xoşbəxt edirsiniz. Mən də sevinirəm ki, həqiqətən mənim xətrimi istəyən, videolarımı izləyən insanlar var. Təşəkkür edirəm. İndi lipləri, bu detallarımızın hamısını götürürük, gedirik. Qaçdıq gəldik Prime Tuningə. Niyə görə? Maşınımız burada da o heç. Krılomuzun biri rəylənib, o da heç. Birazdan onu sizə göstərəcəm. Amma yadınızdadırsa QART Tuningdən karbon detallarımızı götürmüşdük. Spoiler okey, kılıqlar okey. Amma lip mənim o qədər də xoşuma gəlmədi. Düzdür, mənə demişdilər ki, orada qusok kimi qalacaq, yaxından baxanda görünəcək falan filan. Amma uzaqdan baxanda da görünür. Yəni, qısacası desəm, tam da ürəyimcə olmadı. Ona görə Prime Tuningə gəldik və Prime Tuningdə bizim karbon ustamız da var təbii ki. Fərid usta buradadır. Gətirdim, lipi göstərdim. Bir baxdıq orasına, burasına falan filan. Fərid dedi ki, narahat olma, sənə təzə lip aldırmayacağam. Necə lazımdır, ideal bunu düzəldib verəcəm. Heç mikroskopla baxanda da tuta bilməyəcəklər. İndi lipin üstündə proses qaldığımız yerdən, necə deyərlər, davam edir. Evet, lipi göstərmişdim. İşıq tapmışkən dedim, bir daha da göstəreyim. Yəni, bu hissə, yəni, konkret başqa bir şeydir də, yəni. Yəni, heç nə. Müəllim, yonaq. Qəddarcasına yonaq onda bunu. Millət, hal-hazırda Prime Tuningin
kamerasındayıq. Krılomuz rənglənib. Xoşbəxtəm. İndi sizə də göstərirəm. Çox bir şey istəmirik ki, ideal kraska istəyirik. Gördüyünüz kimi, yəni heç nə olunmayıb da, kraska, lak, все, ay polirovka, ay sürtmək falan, heç nə olunmayıb. Yəni arxa hissəsində göstərim. Baxın, buranı işləmişdilər. Buralara düzündə Hikmət Usta ilə biz tarutovkamızı falan həll eləyəcəyik. Amma əsas vizual çöl tərəfdən özüm də baxıram. Şaqreni zadı süd kimi. Çox qəşəng. Çox qəşəng. Görürsünüz də, atrajenin yanında görürsünüz məncə. Az qalıb. Darıxmayasınız deyə qalan detalları da istəyirəm sizə göstərim. Kapotu artıq bilirsiniz, kapotu göstərmişdim sizə ki, rəngi hazırdır. Maşınımız da burada. Düzdür, hal-hazırda biləcəyiniz ən pis vəziyyətdədir, amma yavaş-yavaş düzələcək. Son avrabotka işləri gedir, gördüyünüz kimi. Gördüyünüz kimi bu tərəfdə də nələrsə yaxıblar. Düzdür, çox da başım çıxmasa da iş gedir. Fikir verirsiniz, qapıda da proses gedir, az qalıb. Rəngə az qalıb, düzdür, darıxır. Biraz yox, babbat tozlanıb, babbat buna təmizlik lazımdır. Əsas nəticə yaxşı çıxsın, təmizlik əlimizdədir. İçini də göstərim. İçəri düzdür, bükmüşük. Nə dərəcədə bükę bilsək, bükmüşük. Belə, inşallah babat olacaq. Ön bamperimiz rəngə hazırlanır. Az qalıb. İşıqlı günlərə az qalıb. Təp-təzə malyardan çıxmış lipimizi təzədən yonduq. İnşallah ideal nəticə çıxana qədər biz bunu yonacağıq. İnşallah gözləmədə olun. Yaxşı comeback eləyəcəyik. Millət, hal-hazırda Prime Tuning'dəyik. Arxa fonundan da görürsünüz ki, bərk iş gedir. Və hal-hazırda biz gəlmişik. Həm görək M4-də vəziyyət nə yerdədir. İndi yuxarı qalxacaq karbon hissəsinə. Görək bizim lipin hali nə formadadır. Və bundan savayda millət, düzdür, bu videomuzun mövzusu olmasa da Coolray ilə bağlı bir-iki dənə qaşıntılar gəlib təzə. Təzə bir-iki dənə ideyam var. Onları da artıq biz bölüşürük, danışırıq. Amma hər şey dəqiqləşəndən sonra təbii ki, sizinlə də bölüşəcəm. Gəlin gedək karbon hissəsinə, görək vəziyyət nə yerdədir. Gəldik, çıxdıq Fəridin yanına. Karbon hissəmizə belə desək, fondan da görsəz, yenə rəhbərək, növbə-növ karbonlarımız buradadır. Bizim lip də buradadır, birazdan göstərəcəm, amma ondan əvvəl Fəridin işlərindən istəyirəm, biraz sizə göstərim. Müəllim burada interesni alabəzək bir dənə rul yığırlar, gördüyünüz kimi. Fərid nəyində bu? Bu 60 kruzanındır, M ruludur. Ekran yerini düzəldirəm. Bu işıq yanan söhbətlərdən olacaq. Monitor olacaq. Ay, sağ ol. Ən çətin hissəsindən biridir. Allah köməyin olsun. Millət, bax, sizə belə də göstərim. Çox güman ki, 60-ın konsoluna oxşuyur. Bunlar hamısı 60. Hamısı 60 da, deyirəm də. Bax, 2 dənə ayrı-ayrı 60'lardır. Ay, sağ ol. Bax, prosesdən də sizə biraz məlumat vereyim. Bax, forged karbon belə olur. Fikir versiniz, qısaq-qısaq hamısı düzülür öz naxışı ilə. Axırda da iş gedir. Fərqli kəsimləri, hamısı eyni standart kvadrat kəsimləri. Ay, sağ ol. İstənilən formada kəsim eləmək olur. Paxlava, Romb, belə, elə. İstənilən formada, istənilən rənglə əlavə eləmək olur. Yəni bu fantaziya nə qədər genişdirsə, Ay, sağ ol. Beynində nə var? Tut gəl, biz həll edirik. şəkil də seçə bilərik. Ay, sağ ol. Qəşəng. Deməli, bax, görürsünüz, millət, bax, konsolun detallarıdır, bax, burada. İndi bunlar qurumağa yəqin ki, bura qoyulub. Bax, fikir versəz, arxada ekran da olacaq. Ha, ora monitorun yerləridir o. Başqa 60'lardır. Amma 60'dır da. Sidenkasının Qəşəng, qəşəng. Millət, bax, fikir versəz, belə rəng-bərəng də eləmək olar. Yəni, Fərid demiş, fantaziyamızdan asılıdır. Beynimizdə nə varsa onu reallaşdıra bilərlər. Və indi sual verəsi ki, Fəxri, 60'ı göstərdin. M4 videosuna görə girmişik buna, bu videoya, amma siz 60 göstərirsiniz. Gəlin.
Bu da sizə bizim M4 CS-in lipi. Fikir versiniz, buradaydı bizim həmin təmirə ehtiyac olan hissə. Daha sonra buranı düzəltdilər, amma mənim ürəyimcə olmadı tam. Hətta belə desəm, təzə lip almağı düşünürdüm. Amma Fərid dedi ki, narahat olma, mən elə eləyəcəm ki, sən heç lip alası olmayacaqsan. Prosesdə gedir, gördüyünüz kimi. Təzə lip verəcək sənə. Yenə də xoşbəxtəm deyə bilirəm, sevinirəm. Çünki hardasa büdrəmirik. Büdrədiyimiz hissələr də sağ olsunlar, yəni hər kateqoriyada deyirəm ki, bütün ustalar əlindən gələni eləyir ki, bizim proyektimiz əla vəziyyətdə çıxsın. İnşallah o günə də az qalıb. İşləyirik. Fəridin yanından çıxdıq. İndi gedirik Prime Tuning'in arxa tərəfinə. Çünki bizim maşınımız hələ də oradadır. Dəmirçi, malyar proses. Dəmirçi deməyim artıq, dəmirçini bir ay olar artıq bitirmişik. İndi malyar hissəsindəyik. Əzizağa ustamız, Əzizağa dayımız rəyləməlidir. Görək, darıxıram. Gəldik, çıxdıq. Bizim maşın üstündə iş gedir. Aman tanrım, necə xoşbəxtəm. Arxa krılomuza dünən nəsə eləyiblər. Gördüyünüz kimi, belə göstərəsi olsam. İş gedir. İş gedir müəllim. Gedir də gedir. Nə istəyirsən? Səbir ol. Nəticəni gözlə. Nəticəni gözlə. Ay maşallah. Bu tərəfdə də hələ, keçən səfər yadımızdadsa bunu təzə vurmuşdular. İndi artıq onu da sürtüb öz yerinə gətiriblər. Dünyamin, bizim bagaj da əylənəcəkdi, düzdür? Bəli. Bagaja sürtmə falan heç nə eləməyiblər. Bagajda burada karbon var idi. Ay sağ ol. Yes. Həll elədi. İnşallah ki, görsən burada da astarlar vurulub. Ay sağ ol. Bax belə görüntülər ver də mənə. Görüntülər sən istəmədin. Okay. Maraqlı, qəşəng. Burada da eyni ilə millət krıloda gördüyünüzü bu hissədə də gördüyünüz kimi təmizləyiblər. Yavaş-yavaş nəsə ortaya çıxır. Nəticəni gözləyirəm, bəlkə sıxmışam. Belə.